Ya Allah, qarşıdan Məhərrəm ayı gəlir. Bir məsələni nəzərinizə çatdırım. Həyatımızın, ömrümüzün axırına qədər bizim üçün dəyərlidir, qiymətlidir və buna diqqət etməliyik. O da nədən ibarətdir? Haçan gördünüz ki, düşmən öz barmağını bir məsələ üzərində qoyur, mübarizə aparır, əks təbliğat aparır, biz gərək 5 barmağımızı onun üzərinə qoyaq. Yəni onu gücləndirək. Məsələn, baxın Vahabilər. Aşura ilə mübarizə aparırlar, İmam Hüseyn ilə mübarizə aparırlar. Yezidə rəhmət oxuyurlarsa, biz lənət olmalıyıq. Aşuraya qarşı təbliğat aparırlarsa, əks təbliğat, biz genişləndirməliyik, maariflənmə işləri aparmalıyıq. İmam Hüseyn əleyhissalamın yaşam tərzi, həyatı, məqsədi, hədəfi, amalı nə idi? Bunları çatdırmalıyıq. Çünki düşmən bundan narahatdır. Siyonistlər nə ilə mübarizə aparır? Elə İmam Hüseyn əleyhissalamla, Quranla, hicabla, dinin sütunları ilə. Çünki bunlar onların hədəflərinə ziddir. Əgər bunlar genişlənsə, onların planları alt-üst olacaq. Ona görə də diqqətli olaq. Haçan gördünüz ki, onlar bir məsələ üzərində barmaqlarını qoyurlar, biz 5 barmağımızı qoyub əlimizdən gələn etməliyik. Diqqət edin, görün nə qədər sosial şəbəkələrdə, medialarda müxtəlif kanallar var ki, gecə-gündüz Allahsızlığı, Quran-ı Kərimə qarşı təbliğat aparırlar. Məhərrəm ayını İmam Hüseyn əleyhissalamı vururlar. Elə bu günləri Azərbaycan cəmiyyətinə baxın. Niyə biz öz kimliyimizi itirmişik? Ona görə ki, İmam Hüseyn əleyhissalamdan uzaq düşmüşük. Və İmam Hüseyn əleyhissalamdan uzaq düşən bir cəmiyyət səbəb olacaq ki, üzr istəyirəm, üzdən iraqlar, geylər yetişsin. Əxlaqsız şəxslər önə geçsin, baxışları olsun, tanınsınlar. Biz buna görə bugünə qalmışıq. Nə etməliyik? İmam Hüseyn əleyhissalamın yolunu getməliyik ki, izzət tapaq, ucalaq. Şəhidlərimiz kimin yolunu getmişdi? Elə İmam Hüseyn əleyhissalamın. Əgər biz İmam Hüseyn əleyhissalamın yolunu getməsəydə, şəhidlik anlamı olmayacaq, şəhidlik düşüncəsi olmayacaq, amalı olmayacaq. İmam Hüseyn əleyhissalamın yolunu getmək lazımdır ki, şəhidlərin yolunda gedək. Çünki şəhidlər də İmam Hüseyn əleyhissalamın yolunu gedir. Düşməni nə narahat edirsə, onun üstünə gedək. Əgər onun üstünə getsək, hədəfə çatarıq.